Gəncədə bir neçə gündür şəhərin müxtəlif ərazilərində quraşdırılan şəhid xatirə lövhələrinin sökülməsinə başlanılıb. Əsasən yol kənarı, səki və avtobus dayanacaqlarında şəhid ailələrinin təşəbbüsü ilə yerləşdirilən bu lövhələr sökülərək Mənzil Kommunal Təsərrüfat Birliyinin anbarına toplanır. İctimai müzakirələrə səbəb olan məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsləri ilə quraşdırılıb. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq şəhərin müxtəlif ərazilərində olan lövhələrin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərarı alınıb. Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən İstiqlal Parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə memorial abidə kompleksi inşa edilib və lövhələr quraşdırılıb.